əziz müəllimlər, mən bugün sizə bloklara aid bir neçə maraqlı, həm də deyərdim ki, bir qədər çətin tipli sualların izahını verəcəm. Gəlin keçək sualların izahına. Sualda bizə deyilir ki, hər bir blokun çəkisi 10 newtondursa, P yükü neçə newtondur? Bunu bilmək üçün gəlin biz birinci blokların çəkisini göstərək. Deməli, hər bir blokun çəkisi nə qədərdir? 10 newton. Biz həmin blokların çəkisini göstərək. Bu blokun da çəkisi 10 newtondur. Baxaq, ipdəki qüvvə nə qədərdir? 30 newton. Deməli, bu ip dəyişmədiyi üçün burada yaranan qüvvədə olacaq nə qədər? 30 newton. Bu ip dəyişmədiyi üçün burada da yaranan qüvvə olacaq nə qədər? 30 newton. İndi baxın, mən blokda belə bir xətt çəkəcəm ki, qüvvələrin tarazlığı tam şəkildə görsənsin. Deməli, onda, baxın, bu ipdə yaranan bu qüvvə, buna bir T qüvvəsi deyim. T qüvvəsi ilə 10 newton qüvvənin cəmi, T üstə gələk 10-un cəmi, bizə verməlidir bu iplərdə yaranan qüvvələrin cəminə. Yəni, 30 üstə gələk 30, deməli 60 newton. Yəni, yuxarı çəkən qüvvələrlə aşağı çəkən qüvvələr bir-birini tarazlaşdırmalıdır. Deməli, olur 60. Deməli, buradan biz alırıq ki, bu ipdə olan qüvvə 50 newtondur. Deməli, bu ipdəki qüvvə oldu 50 newton. Deməli, onda digər ipdəki qüvvə də olacaq nə qədər? 50 newton. Gəlin, indi bu blokda olan qüvvələrin tarazlığını yazaq. Burada bu ipdə yaranan qüvvə 50 newton idi. Bu ipdə də yaranan qüvvə 50 newtondur. Burada blokun çəkisi 10 newton, bir də bu P yükünün çəkisi. Deməli, mən onda yazıram P üzərinə gəlinsin 10 newton bərabərdir. Hər ipdə yaranan qüvvələr 50 üstə gələk 50-dən nə qədər edir? 100 newton. Deməli, onda P bərabərdir 90 newton. Cavab olur B variantı. Keçək növbəti sualın izahına. Hər birinin çəkisi P olan bloklarla qurulan sistem tarazlıqda olduğuna görə ipdə yaranan T gərilmə qüvvəsi neçə P-dir? Gəlin biz blokların çəkisini göstərək. Deməli, yenə də baxıram ki, hər birinin çəkisi P olan bloklardır. Deməli, mən bu P blokun çəkisini göstərdim. Bu blokun da çəkisi P-dir. Bu blokun da çəkisi P-dir və bu blokun da çəkisi P-dir. Sonra iplərdə yaranan qüvvələri də göstərək. Bu ipdə yaranan qüvvə F-dirsə, deməli, onda bu ipdə yaranan qüvvə də F-dir. Buradan digər ip dəyişmədiyi üçün burada yaranan qüvvə də yenə F-dir. Bu ip dəyişmədiyi üçün burada da yaranan qüvvə nə qədərdir? F-dir. Gəlin keçək bu hissəyə. Baxın, bu hissədə mən yenə o xətti çəksəm, tarazlıq xətti deyirəm mən ona, o tarazlıq xəttini çəksəm, baxıram ki, aşağıda nə qədər qüvvə var? 2P qədər. 2P qüvvə hər ipə bölündüyü üçün bu iplərdə nə qədər qüvvə olacaq? P burada, P də burada. Deməli, baxın, bu blokda onda hansı qüvvələr var? 2P qüvvə, nə qədər ipdə yaranan qüvvələr nə qədərdir? F, F, F. Yəni, 3 dənə qüvvədir. Biri budur, biri də bu, biri isə budur. Deməli, onda 3F bərabər olur nəyə? 2P-yə. Mən buradan F-i tapsam, alıram ki, F bərabərdir 2P bölünsün 3-ə. İndi mənim bu qüvvəni, yəni bu T qüvvəsini tapmalıyam. T qüvvəsini tapmaq üçün bu blokda da mən yenə o tarazlıq xəttini çəksəm, görürəm ki, bu iplərdə yaranan qüvvələr, yəni F-lər, F üzərinə gəlinsin F, bir də blokun çəkisi var, yəni P. Bərabər olmalıdır T-yə. Mən bu T qüvvəsini tapmalıyam. Deməli, mən almışdım ki, F bərabər 2P bölünsün 3. Deməli, onda yazıram 2P
bölək 3, üzərinə gəlinsin 2p bölək 3, üzərinə gəlinsin p. Ortaq məxrəc eləsəm 3, 2p üstə gələk 2p'dən 4p, üzərinə gəlinsin 3p. O da bərabərdir 7p bölünsün 3'ə. Cavab olur D variantı. Keçək növbəti sualın izahına. Deməli deyilir ki, hər birinin çəkisi P olan bloklarla qurulan sistem F qüvvəsinin təsiri ilə tarazlıqdadır. Buna əsasən F'in neçə P olduğunu tapın. Deməli, gəlin birinci blokların çəkisini göstərək. Hər birinin çəkisi nə qədərdir? P qədər. Hər bir blokun çəkisi P qədərdir. Gəlin indi biz baxın bu hissədə yenə yuxarıdakı o iplərdə yaranan qüvvəni tapaq. Görək iplərdə nə qədər qüvvə var. Aşağı bizim qüvvəmiz nə qədərdir? Aşağı ipi aşağı çəkən qüvvəmiz 4p qədər. Bu 4p hər iki ipə bərabər şəkildə bölünəcək. Yəni burada da olacaq 2p, burada da olacaq nə qədər? 2p. Deməli onda mənim bu hissəmdə yaranan qüvvə, baxın burada olan F qüvvəsidir. Bu ip dəyişmədiyi üçün burada da yaranan F qüvvəsidir. Deməli onda F qüvvəsi nəyə bərabərdir? Həm də baxın burada bir yük var. Onun da P qədər çəkisi var. Deməli o F qüvvəsi bərabərdir. Həm bu yükün çəkisi üzərinə gəlinsin, həm də ipdə olan 2P qədər olan çəki. Daha doğrusu qüvvə. Bərabərdir. Onda F qüvvəsi nəyə bərabər olur? 3P-yə bərabər olur. Cavab olur C variantı. Əziz müəllimlər, bəzən müəllimlər bloklarla, məsələn, blokların çəkisi veriləndə, məsələnin şərtində, bəzən çətinlik çəkirlər. Və düşünürlər ki, blokların çəkisi ancaq tərpənən blokda hesablanır. Tərpənməz blokda hesablanmır. Tərpənməz blokda nə zaman hesablanır? Baxın, mən əgər burada yuxarıda yaranmış hər hansı bir T qüvvəsini, ip gərilməsini hesablasaydım, onda mən bu tərpənməz blokdur, düzdür? Baxın, bu tərpənməz blokda mən yenə bu blokun çəkisini nəzərə almalıydım. Amma müəllimlər elə bilir ki, elə tərpənməz blokda blok çəkisi nəzərə alınmır, hesablamaq lazım deyil. Mən burada bu ipdə yaranan qüvvəni hesablayanda bu mənə lazım olmadı, düzdür. Amma mən buradakı ipdə, yəni bu T gərilmə qüvvəsini, əgər yuxarı ipdəki T gərilmə qüvvəsini tapsaydım, bəli, onda artıq o blokun çəkisini mən nəzərə almalıydım. Əziz müəllimlər, bugünlük bu qədər. Növbəti dərslərdə görüşərik.